Changan Yunize. Bugünkü videomuzda hər kəs tərəfindən maraqla qarşılanan və sifarişlərinin ardı arası kəsilməyən bir model haqqında, Changan Yunize modeli haqqında məlumat verəcək. Bu model qoşulan hibrid güc qurğusu ilə təchiz olunub. Unity və Unica modelləri arasında ara mövqe tutur. Yunize əvvəlcə Ocean brendinə məxsus olmuş Z6 crossover əsasında hazırlanıb, lakin tamamilə orijinal interyer dizayna malikdir. Onun əsas fərqləndirici cəhətlərindən biri iri radiator barmaqlığıdır, hansı ki, gözəl LED faralarla birləşdirilib. Yan görünüşdə 20 düymlük çoxşaxəli yüngül lehimli disklər, qara sütunlar və mali dam xətti diqqət çəkir. Orta dirəkdə yerləşən kiçik kamera yüz tanıma funksiyası ilə qapıların avtomatik açılmasını təmin edir. Bu sistemə Face ID sistemi deyilir. Bu cür texnologiyalar adətən yalnız lüks avtomobillərdə olur. Digər bahalı lüks avtomobillərlə müqayisədə Yunize aşağı qiymətə olsa da, texnolojik təchizat cəhətdən onlardan heç də geri qalmır. Arxa hissədə isə avtomobil idman üslubunda spoiler və difuzor ilə təchiz olunur. Vahid zolaq şəklində dizayn edilmiş arxa fənərlər avtomobilin enini vizual olaraq genişləndirir. Bamperin aşağı hissəsində isə egzoz sistemini imitasiya edən dekorativ elementlər yerləşdirilir. Salonda fiziki düymələr minimuma indirilir. Bu isə müasir minimalist dizayn trendinə uyğun gəlir. Sürücü önündə iki tillikli sükan var. Onun arxasında isə kiçik ölçülü virtual cihaz paneli yerləşir. Mərkəzi konsolun əsas elementi 14,6 düymlük fırlana bilən sensor ekrandır. Ekranın arxasında yerləşən dinamik işıq elementi avtomobilin sürmə tərzinə uyğun işıq rejimini avtomatik dəyişə bilir. Mərkəzi tunel, iki simsiz enerji doldurma yeri, iri sürət qutusu selektoru və iki stəkan tutacağı ilə təchiz olunub. Ön oturacaqlar idman üslubunda hazırlanıb. Salonda həmçinin böyük panoramik şüşə dam mövcuddur. İnteryerin yumuşaq materiallarla işlənməsi və qara qəhvəyi rənglərin kombinasiyası ona əlavə şıqlıq verir. Bu model ventilyasiya, oturacaqların yaddaş funksiyası, 360 dərəcə kamera, Wi-Fi, Bluetooth, naviqasiya və jestlərlə idarə funksiyaları ilə təchiz olunur. Texniki hissəyə gəldikdə, avtomobilin kapotu altında 1,5 litrlik 98 at gücündə atmosfer mühərriki yerləşir. Bu mühərrik ilə birlikdə çalışan 215 at gücündə elektrik mühərriki və xüsusi 6 pilləli hibrid sürət qutusu avtomobilin dinamikasını təmin edir. Bateriya tutumu 19 kWh-dır. Tam enerji ilə avtomobil 125 km məsafəni yalnız elektriklə qət edə bilir. Yanacaq sərfiyyatı 100 km-də 5 litrdir. Avtomobil 100 km-ə cəmi 7,4 saniyəyə çıxa bilir. Avtomobilin eksteryer və təhlükəsizlik sistemlərində 6 radar, 360 dərəcə kamera, adaptiv cruise control, kör zona nəzarəti və 9 təhlükəsizlik sistemi var. Avtomobildə 64 rəngli ambiyans işıq, Sony səs sistemi, avtoparking, 6 kamera, zolaq nəzarəti və avtomatik kondisioner texnologiyaları mövcuddur. Uzunluq 4,73, en 1,89, hündürlük 1,68 cm-dir. Aerodinamik göstəricilər də diqqətə layiqdir. Aşağı hava müqavimət əmsalı ilə avtomobil yüksək stabillik nümayiş etdirir. Adındakı Z hərfi Changanın gələcəyə yönəlmiş texnoloji baxışını simvolizə edir. Əgər siz də bu avtomobilə sahib olmaq istəyirsinizsə, Çınar Auto şirkətinə müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.